Və həmçinin bu o gündə əsas əməllərdən biri də oruç tutmaqdır. Oruc da salih əməllərə aiddir. Çünki ümumi salih əməllərin içərisinə daxil olur və həmçinin digər bir hədis də vardır. Peyğəmbər sallallahu əleyhi və səlləm tutması haqqında və həmçinin bu o gündə əsasən də başlayan vaxtı, başlamazdan əvvəl insan tövbəyə həris olmalı və həmçinin 10 gün ərzində çoxlu istiğfarı, tövbəni çoxaltmasıdır. Etdiyi günahlarına son qoyması, Allah Taala'dan bağışlanma diləməsidir. Çünki bu günlərdə tövbənin də şanı böyük olur və insanlar ibadətə yönəlir və insanlarda xeyrə tərəf rəğbət hissi yaranır və insan öz günahını etiraf edir və keçmişdə etdiyi günahlarına peşman olur. Əgər müsəlman nasuh tövbə edərsə və üstəlik bu fəzilətli günlərdə salih əməl edərsə, bu onun xoşbəxtçiliyinin ünvanı olar. Necə ki Allah Teala buyurur: "Fəəmmə men təbə və əmən" kim tövbə edib, iman gətirərsə və amilə salihə və salih əməl edərsə, fəəsə ən yekuna minəl muflihin və o nicat tapanlardan olar. Həqiqətən insanın bu nemətə, yəni 10 günə yetişməsi Allah Teala'nın qullarına bəxş etdiyi nemətlərdən sayılır. Və buna görə də salih insanlar çirmələnərək bu 10 günü dəyərləndirirdilər. Deməli, ağıllı insan bir şeyin qiymətini biləndə dəyərləndirir. Deməli, dəyərləndirmiriksə ağlımızda problem var.